Gəncə şəhər məhkəməsində 2025-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul və buraxılış imtahanlarına xüsusi vasitələrdən istifadə edərək müdaxilə etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib. Gəncə şəhər məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilərək onlara hüquq və vəzifələri izah olunub. Təqsirləndirilən Kamran Əsədov onun haqqında yayıla biləcək informasiyanı əsas gətirərək prosesin qapalı keçirilməsini istəyib. Məhkəmə vəsadəti təmin etməyib və cinayət işi məhkəmə baxışına verilib. Gəncə şəhərində tarix müəllimi kimi fəaliyyət göstərən Abbasov Gündüz Yaşaroğlu və İctimaiyyətdə Təhsil Ekspert kimi tanınan Əsədov Kamran Alimoğlu Cinayət Məcəlləsinin 302.3-cü maddəsi gizli qaydada informasiyanın ötürülməsi nəzərdə tutulmuş, texniki vasitələri satma, satış məqsədilə əldə etmə və Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə vəzifə səlahiyyətindən sui istifadə etmə maddələri ilə ittiham olunurlar. Məlumat üçün onu da bildirək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslərə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına zidd olaraq köməklik göstərmələrinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizlik Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanılmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin istintaq idarəsində aparılıb. İttihama görə təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədi ilə gizli qaydalarda informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələrin qanunsuz olaraq hazırlanmasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib. Onu da qeyd edək ki, növbəti məhkəmə prosesi dekabrın 19-na təyin edilib. Vüsalə Nəciyeva, Today Press TV.